Ama dəqiq bilmirəm. İndi bir kod eləyəcəm. Siz işləməmisiniz testləri. Deməli, indi növbəti aralığımız 10-20 aralığıdır. 10-20 aralığında suallarınızı qeyd edin. On üçüncü sual Firuzə. Deyir yaddaşda mətn, qrafik və audio tipli informasiyadan ibarət 30 kilobaytlıq informasiya var. Bu ümumi həcmimizdir. Deyir, əgər yaddaşdan 10 kilobayt audio 5632 bayt qrafik və 4608 bayt mətn tipli informasiya silinərsə. Silinən ümumi həcmini tapıram. 10 kilobayt qalsın. Bunları toplayanda nə alınır? 10240 bayt edir. 10240 bayt. Bunu kilobayta çevirmək üçün 24-ə bölürəm. Bu da edir 10 kilobayt. Üzərinə gəlsin 10 kilobayt. Bu da neçə eləyəcək? 20 kilobayt. Bu 20 kilobayt silindi. Görəcək. 20 kilobayt silindi bizə lazım olan yerdə qalandır. Yəni 30-dan 20-ni çıxırıq, yerdə qalır 10 kilobayt. Yəni cavabımız nəyə bərabərdir? 10 kilobayta. Müəllimə 12-yə baxa bilərik. Təbii ki, baxa bilərik. Deməli, 25 megabaytlıq faylı 1 gigabayt həcmli flash karta neçə dəfə yazmaq olar? Deməli, 1 gigabayt neçə megabaytdır? Gəl bunu daha rahat olsun deyə megabayta çevirək. 1024 megabayt. Asıl olsaydı 1024 megabayt. İndi deyir ki, bu 25 megabaytı 1024-ün içinə neçə dəfə yazarsan, necə taparsan sən olsan? Mən bunu hesabladım. 40,96 aldım. 1024 bölsün 25. Düzdür mü? Nəsə. Nə 40 edir. Qalıqda nə qalır? 24. 24 qalır. Düzdür? Deməli, bu 40 dəfə tam yerləşdi sayıda. 24 megabayt isə flash kartda boş qalır. Amma 25-24-ün içinə yerləşə bilərmi səncə? Daha Bəli. doğrusu 25-24-ün içinə yerləşə bilərmi? Bəli. Yox, yerləşməz axı. Bax, fayl 25 megabaytdır. Səndə qalmış olan boş yer 24-dür. Nətər yerləşəcək? Hə, o yerləşmir. Bəli. Elə bildim Az- deyirsiniz 24-25 rəqəminizin Birinci yeri. səhv sual verdim. 25-24-də. Yerləşmir. Ona görə o 24 sənə lazım deyil. Tam olaraq neçə dəfə yerləşdi? 40. Ay, sağ ol. Bəli, mən də belə almışdım müəllimə qalıqla. Dedim müəllimədən soruşaram, bəlkə 41 sayılır. Yaxşılardan soruşmaqda saydı, narahat olma. Düz Tamam. eləmisən. Sonra 20-yə qədər sualınız yoxdursa, keçək 21-dən 30-a qədər. Mənim 20-yə də baxa bilərik. Bəli. Deyir ki, arxivləşdirilən faylın informasiya tutumu 6 kilobaytdır. Ümumiyyətlə, arxivləşdirmənin nə olduğunu başa düşürsən? Bəli. Nə demək Müvəqqəti istəyirsən? dayanıb da arxivə atılıb. Arxiv atıranda həm də başına nə gəlir bu faylın? Sıxılır. Tutumunu itirir. Ay sayda sıxılır. Yəni həcmi azalır. Bəli. Yəni 50 Yəni biz bu faiz qədər dərindən öyrənməmişik universitetdə. Yəni ixtisasımız olma. olmadığına biraz qəliz gəlir. Narahat olmasaydı, indi öyrənirsən, heç nə olmaz. Bax, arxivləşdirmə sıxılma demək. Yəni sıxılma da həcmin azalması deməkdir. Deməli, bu 50% sıxılanda nə qalıb? Deyir, 6 kilobayt qalıb. Yəni 50% azalma yarı-yarı azalmadır. Onda ilkin həcm səncə nə qədər olardı? 50% azalıb 6 qalıbsa. 12. Ay, sağ ol, 12 Bəli, kilobayt. asan imiş əslində, bəli. Tamam. Sonra 20-30 aralığında deməli 22, 24, 25, 28, 29, 30. Maşallah. Deməli, 22-yə baxaq.
Der ki, arxivləşdirildikdən sonra, yəni ikinci halda, faylın həcmi 24 oldu, 24 megabayt. Nə qədər arxivləşdirilib? 25% arxivləşdirilib. Yəni tutumu 25% azalıb. Der ki, əvvəl nə qədər idi? Yəni ilkin həcmi bilmirik. Faiz aranız pisdirsə tənasiblə yaza bilərsiniz. Məsələn, ilkin həcm 100% qəbul edilir. Bu 25% azalanda nə qalır? 75% qalır. İndi yazaq. Deməli 100%-in x-sə 75%-in nə qədərdir? 24-dür. Onda x-i tapa bilərəm tənasibdən. Necə tapacam? İxtisarlarıma aparıram. Məsələn 4, 3. 3 dənə 24 ixtisar gedir 8. 4 dəfə də 8 neçə edir? 32 megabayt edir. Yəni bu da olacaq beğendim. Sonra növbəti sualımız 24 idi. Deyir ki, bu da qəşəng sualdır. Şəbəkə ilə ötürülməzdən əvvəl informasiya elə kodlaşdırılır ki, həcm 20% artır daha doğrusu. Yəni şəkil çəkdim. Ümumiyyətlə başa düşməyin yolu məncə şəkildir. Baş ilkin həcmi bilirikmi? Hə, yazıb. Deyir, ilkin həcm 100-dür. Yəni buraya yazıram 100. Deyir ki, şəbəkə ilə ötürülməzdən əvvəl öncə 20% artır həcmi. Yəni bu 100 20% artır. 120% artanda nəyə bərabər olar? 120. Ayşə, 120 megabayta. Daha sonra isə şəbəkə ilə 5 megabayt bölünsün saniyə sürəti ötürülür. Ümumiyyətlə sürət nə deməkdir? 5 megabayt bölünsün saniyə. Yəni bu şəbəkə 1 saniyədə 5 megabayt informasiya ötürür. Bizə də maraqlıdır ki, əlimizdə ötürməli olduğumuz 120 megabaytdır. Həmin bu 120 megabaytı bəs nə qədər vaxt ötürər? 10 tapmalıyıq. Bundan da yenə tənasüb qururam. 120-ni də 5-ə bölsəm neçə eləyəcək? 24. 24 saniyə. Deməli 24 saniyə vaxt sərf eləyərək həmin bu informasiyanı ötürmüş olacaq. Sonra 25-ci sual. Kodlaşdırma sualı. Uşaqlar, kodlaşdırmanın qaydası necə idi? N bitlə maksimum neçə dənə müxtəlif vəziyyət kodlaşdırıla bilər? 200 değil. 200 n. İndi baxın, bu sualı verən yoldaş. Bax, səndən kodlaşdırma üçün bit lazımdır. Düzdür, amma verib byte. Ona görə ilk işin artıq bəllidir. Nədir? Bu byte-ı bitə çevirməlisən. 8 bit. 8 bitsə 208 256. Bəli, ilahi. 8 bitlə də 200 n qədər. Yəni 208 dənə müxtəlif vəziyyət kodlaşdırılır. 208 də neçə deməkdir? 256. Deməli, maksimum 256 dənə vəziyyət kodlaşdırılır. Sonra 27-ci suala baxıram. Deyir ki, düzdür 64 ədədi neçə baytlıq informasiyanın kodunu ifadə edir? Burada bir sorunun strukturunda səhvlik var. 264 dənə müxtəlif ədəd və hər vəziyyət, hər rəqəm neçə müxtəlif vəziyyət, daha doğrusu neçə bitlə kodlaşdırılır deməlidir. Burada da düsturumuz belədir. 200 n dənə müxtəlif vəziyyətin hər biri n bitlə kodlaşdırılır. Ona görə 264 dənə ədədin hər biri 64 bitlə kodlaşdırılacaq. Sadəcə olaraq cavabı byte ilə istəyir. Ona görə də bu bit byte-a çevrilməlidir. Yəni 8-ə bölünəcək və qalacaq nə? 8 byte. Yəni bölündü. Sonra 28-ci suala baxaq. 28-ci sualda yenə şəbəkə sualıdır. Eyni şəklə çəkəcəm. Şəbəkə ilə ötürülməzdən əvvəl informasiya ilə kodlaşdırılır ki, həcmi 25% azalır. Yəni çox 25%. Əgər informasiyanın şəbəkə ilə ötürmə sürəti 6 megabit bölünsün saniyədirsə, ilkin həcmi 80 megabayt olan faylını ötürmək üçün neçə saniyə tələb edilir? Yenə gəlin baxaq. Öncə 25% azalıb, sonra görürsüz götürür. İlkin həcm 100%-dir. Bu 25%, yəni 4də 1 qədər azalanda nə qalır? 60 megabayt qalır. Düzdürmü? Lap sizin üçün tənasiblə yazım. Yəni 80-im 100%-dir.
25% azalma 75 qalır da. 75 x ədədim nə? 75%. Deməli, buradan da x nəyə bərabər olacaq ixtisarlar gedəndə? 4, 3, 60. Gördüyünüz kimi 60 olur. Buna görə 60 megabayt. İndi deyir ki, bu 60 megabaytı nə qədər vaxt ötürərik? Bayaqki misaldan eynidir, sadəcə bir detay fərqlidir. Hara fərqlidir? Hara diqqət etməliyəm sizcə? Megabit hissəsinə. Ay sağ ol, düzdür Fatimə. 6. Mənim faylimin həcmi megabaytdır, amma ötürmə sürəti megabitdir. Ona görə öncə bu 60 megabaytı çevirirəm megabitə. İndi megalar eynidir. Sadəcə bayt dəyişib bit olub. Baytdan bitə necə keçilir? Evet. 8-ə vurulur. O da eləyir 480 megabit. İndi tənasibi qura bilərəm artıq. Ötürmə sürəti necədir? 1 saniyədə 6 megabitdir. Bəs neçə saniyəyə həmin bu 480 megabit ötürər onu tapmalıyam. Bu zaman x nəyə bərabər olacaq? 80 saniyəyə bərabər olacaq. Yəni cəbəndə. Sonra 28-ci sual dedik, 29. 3 baytla kodlaşdırıla bilən simvolların maksimal sayı. Yenə kodlaşdırma üçün bizə 3 bayt verilir. Amma biz bilirik ki, bizə lazım olan nədir? Bitdir. Ona görə 8-ə vuraraq bitə çeviririk. 24 bitlə, yəni n bitlə də maksimum neçə vəziyyət kodlaşdırılır? Küstü n-lə. N 24-dürsə küstü 24 olacaq. Yəni A bəndə olacaq sualımın cavabı. İndi uşaqlar keçək 31-dən 40-a qədər. Suallarınız varsa buyurun, zəhmət olmasa deyin. Otuz iki, 38. Deməli, uşaqlar, bu 32-dir, 33-dür. Bu suallar necə həll edilir? Ümumiyyətlə, kodlaşdırmada bilirik ki, nə istifadə edilir? Bit. Yəni, bu 0-1 gördükləriniz hamısı bitlərdir. Deyir ki, nə ilə kodlaşdırılıb? Baytla. Yəni, bayt nə deməkdir? 8 bit deməkdir. 8 yəni qruplaşdırırıq da müəllim. Yəni 8 bitlə kodlaşdırıb, düz ilahə. Ona görə biz bu kodu 8-8 bölürük. Yəni bu O qaydada. 4 dənə olur. Bir dəqiqə baxalım. Aşağı. Aha, 8-8 böldüm. Yəni adlandırmayın. Məsələn, birinci koda məsələn A deyək. İkinci kod birincidən fərqləndiyi üçün buna məsələn B deyirəm. Üçüncü kod baxıram ki, o da ilk ikisindən fərqlənir, buna C deyirəm. Dördüncü kod da baxıram ki, ilk üçündən fərqlənir, buna D deyirəm. Sonuncu kod amma C ilə eynidir. Ona görə C-yə nə demişəmsə, bu da C olur. İndi bu tipli suallarda nə edirsiniz? Məsələn, sizdən ümumi simvol sayını istəyirsə, bilirsən ki, A, B, C, D, C, 5 dənə simvol var. Bu ümumi simvol sayını. Amma müxtəlif sözünü işlədirsə, sən burada A-nı gördün, B-ni, bir də C-ni, D-ni gördün. Deməli, neçə müxtəlif var? 4 dənə müxtəlif var səhiyyə. Düzdürmü? Sonra eyni simvol sayı soruşur bəzən. Eyni neçə dənədir burada? C, C. C, C. Onda neçə dənə eyni var? 2 eyni var. Bir də təkrarlanmayan simvol sayı soruşur. Təkrarlanmayan nə deməkdir? Məsələn, bu kodda A-nın təkrarı yoxdur. B-nin bir də D-nin təkrarı yoxdur, düzdürmü? Bu deməkdir ki, 3 dənə də təkrarlanmayan simvol var. Sonra bir də növbət sualı. 32, 34, 38. 34 də eyni şeydir. Təkrarlanmayan deyəndə 34'ü dedim. bildim müəllim. Hə, Fatimə. Keçirəm 38-ə. Deyir ki, bir işçi haqqındakı məlumatda 2048 dənə simvol var.
Müəssisədə də neçə işçi var? 8192 işçi var. Ona 8192 işçi haqqındakı məlumatda neçə dənə simvol olduğunu necə taparam? Bunları bir-birinə vuraram. 2048-i 211 kimi yazaram. 8192-ni də 213 kimi yazaram. Və deyir 224 simvol. Baxın, bu tapdığım sadəcə simvol sayılır. Həcm bəs necə tapılırdı? Həcm simvol sayının bir simvolun həcminə hasil edir. İndi simvol sayını sən tapmısan 224. Bir simvolun həcmi nə qəbul ediləcək? 1 byte. Standart halda 1 bayt qəbul edilir. Bu deyilir 224 bayt. Bunu da megabayta çevirək. 220-yə bölək. Bu deyilir 16 megabayt. İndi səndən bilirsən nə soruşur? Deyir ki, 16 megabaytlıq bu fayl üçün neçə dənə 2 megabaytlıq disk lazımdır? Bu məqsədlə 16 megabaytı bölürəm 2 megabayta. Bundan neçə dənə lazım olacaq? 8 dənə. Yəni cavab nə olacaq? Yerləndi. İndi burada bir dənə vəziyyət var. Bayaq Səidən verdiyi suala oxşuyur. Sadəcə biraz diqqətli olun. Bayaq Səidə mənə verdiyi suallarda, məsələn, deyir 25 megabaytlıq fayl 1 gigabaytlıq diskə neçə dəfə yazılır. Orada fikir verdisə, biz tam hissəni cavab olaraq götürdük. Çünki sualın gedişatı onu göstərirdi. Amma bu misal tipi onun əksidir. Məsələn, deyir ki, tutalım, faylın həcmi 17 megabaytdır. Bu faylı yerləşdirmək üçün neçə dənə 2 megabaytlıq disk lazımdır. Düzdürmü? Sən yenə eyni qaydada 17-ni 2-yə bölürsən. Eləyəcək 8 disk. 8 disk tam doldu. 1 megabaytın qaldı kənarda. Məqsəd faylı diskə yerləşdirməkdir. Bu zaman artıq sən bu 1 megabaytlıq fayl üçün bir dənə də 2 megabaytlıq disk götürməlisən, düzdürmü? Bəli. Bəli. Ona görə də əlavə bir dənə də disk götürməli olursan. Burada artıq neçə dənə disk olacaq? 9 dənə disk olacaq. Yəni bu halda diqqətli olun. Sonra 40-a qədər sual yoxdursa, 41-dən 50-yə qədər suallarınızın nömrələrini qeyd edin. Qırx üç, 45. Göstərin. Deməli, deyir ki, skaner 1 saniyəyə 4 kilobayt məlumat daxil edir. Deyir ki, daxil etmə prosesinə isə 10 dəqiqə vaxt sərf edilib. 10 dəqiqə neçə saniyə deməkdir? 600 saniyə deməkdir. Ha, bunu deyir, 10 dəqiqə. 600 saniyə deməkdir. 600 saniyədə onda bu skaner neçə megabayt informasiya daxil etmiş olacaq? Bir-birinə vururan 2400, neçə kilobayt daha doğrusu informasiya daxil edib? 2400 kilobayt. Yəni bu daxil etdiyi mətn tipli informasiyanın həcmi 2400 kilobaytdır. İndi deyir ki, bu mətndə səhifə sayını bilmirəm. Səhifə sayı sualdır. Hər səhifədə 48 dənə sətr var. Hər sətirdə isə 128 dənə simvol var. Bir səhifə sayı nə qədər olar? Deməli, həcm düsturumuz necə idi? Ümumi simvol sayının bir simvolun həcminə hasildir. Bu misal üçün simvol sayını necə tapıram? Səhifə sayını vuraram sətr sayını 48-ə. 48 də 3 vursun 2 üstü 4 demək. Yəni 3 vursun 16 demək. Onu da vuraram hər sətirdəki simvol sayını. Yəni 2 üstü 7-yə. Və bir simvolun həcmində nə qəbul etməliyəm? Heç nə verilmişsə 1 bayt. Və bu mətnin ümumi həcmini də yuxarıda nə tapmışıq tənasübən? 2400 kilobayt. Əlimdə bir dənə məhdud nədir? Bu səhifə sayıdır. Yəni bu səhifə sayını tapmalıyım. Bunun üçün 2400 kilobaytı bu hasilə bölməliyim. Sadəcə biri baytdandır, biri kilobaytdandır. Onun üçün də 2400-ü üstü 10-a vuraraq bayta çevirirəm və daha sonra 3 vurulsun 2 üstü 11-ə bölürəm. Yəni bu hasilə bölürəm. Bunlar ixtisar gedir aşağıda qalır 2, 3 dəfə 2, 6, 2400-ü də 6-ya bölsəm nə qalır? 4. Deməli, 400 dənə səhifə var imiş. Yəni sualımızın cavabı ona görə D bəndi olacaq.
Sonra 44, 45, 44. Deyir ki, şəxsi ev jurnalında bir vərəqin informasiya tutumu 30 kilobayt. Düzdürmü? İki jurnal vərəqi deyir. İki vərəqin informasiya tutumunda neçə olar? Bir vərəq 30 ise iki vərəq 60 kilobaytdır. Düzdür? 60 kilobaytdır. Deyir, bu 60 kilobayt həcmində qəzetin mətninin sürəti 512 simvol bölünsün saniyə sürətlə çap edilir. Çapa neçə dəqiqə lazımdır? Öncə bu mətndəki simvol sayını tapıram. Düsturumuz nə idi? Simvol sayının bir simvolun həcminə hasil edir. Simvol sayını bilmirsən x-dir. Bir simvolun həcmini standart 1 bayt qəbul edirəm. Ümumi həcmində 60 kilobaytdır. X vursun 1 bayt, sağ tərəf kilobaytdan da bayta necə keçilir? 200 ona vuraraq. Deməli, nəticə itibarilə x 60 vurulsun 210. Bu qədər simvolum var. İndi deyir, bu qədər simvolun çapına neçə dəqiqə vaxt sərf edirlər. İndi çap sürətinə fikir ver. Bu printer 1 saniyədə neçə dənə simvol çap edir? 512 dənə. 512-də 209. 209 dənə simvol çap edir. Onda bu printer neçə saniyəyə 60 vurulsun 210 dənə simvolu çap edir, bunu hesablayırım. İxtisarlara xaramda aşağıda ki, 2-nin 60-a vursan neçə eləyir? 120 saniyə. Deməli, 120 saniyə vaxt tələb edilir. Cavab isə dəqiqə ilə bölüşür. 120 saniyə də neçə dəqiqə deməkdir? 2 dəqiqə demək. Yəni, yekun olaraq məsələ bu cür həll olundu. Beləcə. Sonra keçək 45-ci suala. Deyir ki, bir işçi haqqındakı məlumat 3072 simvoldan ibarətdir. Düzdürmü? İdarədə işçilərin sayı neçədir? 9216 işçi var. Və bu işçi haqqındakı məlumatda neçə dənə simvol var bilmirəm. Bayaqkı ilə eyni tipdir. Sadələşdirək. 3072-ni 3 vurulsun 1024 kimi yazıram. 9206-nı da 3 vurulsun 1024 kimi yazıram. Daha doğrusu 9 vurulsun 1024 kimi yazıram. Yəni 212 kimi. Bu deyir 27 vurulsun 220 simvol. Onda gəlim həcmə tapaq. Həcmdə nədir? Simvol sayının, yəni 27 vurulsun 210 1 bayta hasil. Bu deyir ki 27 vurulsun 210 bayt edir. İndi deyir ki 210 yox, daha doğrusu 220 bayt edir. Deyir ki neçə disk lazımdır bunu yerləşdirmək üçün? Öncə bunu bölürəm. 220 megabayta çevirmək üçün. Eləyir 27 megabayt. Neçə disk lazımdır? Onun üçün də 27-ni bölməliyəm 2-yə. Bu deyəcək 13. İndi bu bayaqki izah elədiyim məsələdir. 1 megabayt boş, 1 megabayt qalır. Bu 1 megabayt üçün nə etməliyəm? Əlavə bir dənə də disk götürməliyəm. Onda ümumilikdə neçə dənə disk lazım olacaq bizə? 14 dənə disk lazım olacaq. Yəni verməlidir. Sonra 46-cı sual. Aha, bu sualların formatı biraz dəyişir. Bayaqki suallarda əlifbadan bəhs edilmədiyi üçün bir simvolun həcmi 1 bayt qəbul edilərək həll edilirdi. Düzdürmü? Amma burada əlifba var deyə artıq əlifbaya uyğun qayda istifadə edilir. Biz əlifba ilə bağlı necə bir qayda öyrənmişdik? Demişdik ki, 200 n simvollu əlifbada simvolun həcmi nəyə bərabərdir? N bitə bərabərdir. Yəni, burada şu simvolun həcmini biz tapırıq. Əlifba sözü varsa əgər ki, bizdə də var artıq. Deməli, əlifba sözünü gördünsə, əlifbadakı simvol sayını bərabər elə 200 n. 64 özü 206-dır. O zaman n nəyə bərabər olacaq? 6 bitə bərabər olacaq. Artıq bu halda get 64-ü sil ki, sonra 64 sənin başını qarışdırmasın. Çünki buradan sənə lazım olan bir simvolun həcmi də 6 bitdir. İndi deyir ki, mətnin ümumi həcmi isə 72 baytdır.
Deyir mətndə neçə simvol var? Həcm düsturda məlum məsələdir ki, simvol sayını bir simvolun həcmi hasildir. Simvol sayını bilmirəm x-dir. Bir simvolun həcmini nə qəbul elədik əlifbaya görə 6 bit. Ümumi həcm isə 72 baytdır. X-i tapmaq üçün öncə bu baytı bitə çevirirəm. Necə? 8-ə vuraraq. Daha sonra da 6-ya bölürəm. Bu da eləyəcək deməli 96. Yəni 96 dənə simvoldan ibarət imiş mətn. Sonra 48. 44-ü qeyd eləmişsiniz, mən izah eləməmişəm. Deməli 44-ə baxaq. Yox, izah elədim elədim. Sonra 48-ə baxaq. 6 hərfli söz 16 simvollu əlifba ilə yazılır. Bax, yenə əlifba ifadəsini görürsən. Əlifbadakı simvol sayını kürsünə bərabər ilə və buradan bir simvolun həcmini tap 4 bit. Artıq ged əlifbanın üstünü qarala. Qaraladıq. Bir 6 hərfli söz yazılıb. 6 hərfli sözün həcmi nəyə bərabərdir? 6 dənə hərfli söz, yəni 6 simvollu söz. Hər simvolun həcmi də 4 bitsə, onda ümumi həcm nəyə bərabərdir? 24 bitə bərabərdir. İndi sual nədir? Deyir ki, bu sözün, yəni bu 6 hərfli sözün yaddaşda tutduğu yerə, yəni 24 bit yerə 256 simvol əlifbanın neçə simvolu yerləşir? İndi baxıram 256 simvollu əlifbada bir simvolun həcminə. 256 simvollu əlifbada bir simvolun həcmi 8 bitdir. İndi sənə dediyi odur ki, sən neçə dənə 8 bitli simvolu və 24 bit sahəyə yerləşdirərsən. Neçə dənə lazımdır sən onda? 3 dənə simvol lazımdır. Deməli, sualımızın cavabı nədir? 3-dür. Sonra 49-cu sual yazmışsınız. Uşaqlar, çox sürətli getmirəm, başa düşürsünüz? Bəli. Qaranlıq qalan bir şey yoxdur ki, xüsusilə sualı verən yoldaşlar. Nəsə olanda məni dayandırın, sualınızı verin, heç çəkinməyin. Yəni, özüm tələsərək izah eləmirəm onsuz. Sadəcə ola bilər ki, mənim sürətim yenə də uyğun olmasın. Belə hallarda deyin. Deməli, 32 simvollu əlifba deyil. Yəni, əlifbadakı simvol sayı 200-dən 32-dir. Bu zaman bir simvolun həcmi nə olacaq? 5 bit olacaq. Deyir ki, bu əlifbada mətn 160 bayt yer tutur. Yəni, mətnin həcmi də 160 bayt. Bu arada əlifbanı silirəm, lazım deyil. Deyir, bir dənə mətndə neçə simvol var? Simvol sayını bilmirəm. Bir simvolun həcmi nədir? 5 bitdir. Ümumi həcmdə 160 bayt olur. Bundan x-i tapmaq adına öncə 160-ı 8-ə vuraraq bitə çevirir, sonra da 5-ə bölürüm. Və cavabı tapırsan. Sonra 50-yə qədər başqa sualınız yoxdursa, indi 50-dən 60-a qədər zəhmət olmasa suallarınızı qeyd edin. Elə 50-ci sual. Deyir, fakültədəki tələbələrin sayı 500 nəfərdir. Deyir, tələbənin hər biri 8 səhifədən ibarət sərbəst iş yazdı. Hər səhifədə 32 dənə sətir, hər sətirdə isə 64 dənə simvol var. İndi gəlin bu tələbənin yazdığı fərdi işin həcmini tapaq. 203, bu 205, bu 206. Bir simvolun həcmi əlifba verilmədiyindən 1 bayt. Olacaq deməli 214 bayt. Və bu bir tələbənin yazdığı fərdi işdir. Fakültədə neçə tələbə var? 500. Ona görə də 500 vurulsun 214 bayt bu ümumi tələbələrin fərdi işin həcmidir. Deyir, bu kurs işləri 750 megabaytlıq diskə neçə dəfə yazılır? Bunu tapmaq üçün də həmin bu 750 megabaytı bu fərdi işlərin ümumi həcminə bölürəm ki, neçə dəfə yazıldığını tapa bilim. 750 megabayt öncə bayta çevirməliyəm bölə bilmək üçün. Bunun üçün də 220-yə vururam. Daha sonra artıq bölmə prosesi daha asandır. İxtisarlarına par 250 ixtisar aparsam yuxarıda 3, aşağıda 2 qalacaq. 214-dən 220-ni ixtisar aparanda isə qüvvətlər çıxılır və 206. Yəni 64 qalır. Bu 2 ilə də 64-ü ixtisar aparanda 32 qalır.
ve 3'ü de son olarak 32'ye vuranda 96 edir. Yəni 96 dəfə yazıla bilər. Ona görə də sualımızın cavabı D bəndelidir. Sonra 50-dən 60-a qədər suallarınızı verin. 51, 52. Deməli, 51-də deyir ki, 64 simvolu əlifba ilə kodlaşdırılır. Görək hər simvol neçə bitdir? 200 N-in azər 64, yəni 206-dırsa, bu zaman N nəyə bərabər olacaq? 6 bitə. Bu nə demək olur? Yəni hər simvol üçün 6 dənə 0-1 istifadə edilir, düzdürmü? Hı. Ona görə neçə böləcəksən? 6, 6. Ay sağ ol, 6 böləcəksən. Neçə nə olacaq? 1, 2, 3, 4, 5 dənə simvol. Yəni Y bəndi. Sonra 52-ci sual. Deyir ki, şirkət hesabatı 3 səhifədən ibarətdir. Deyir ki, birinci səhifədə 100 simvol. İkinci səhifədə 96 simvol. Üçüncü səhifədə isə 60 dənə simvol var. Onda ümumi simvol sayı nəyə bərabər olacaq? 256-ya bərabər olacaq. Düzdürmü? Hı. Deyir ki, 2 megabaytlıq diskə neçə dəfə yazılır? Öncə həcmi tapaq. Hər simvol 1 bayt götürsən, onda neçə olacaq? 256 bayt olacaq. İndi deyir 2 megabaytın içində neçə dəfə yerləşir? Necə tapacaqsan? Bu 2 megabaytı 256 bayta bölərək. Öncelikle megabaytı bayta çevirirsen 220'ye vurarak. Daha sonra bölmek olur. 256 da bilirik ki 208. İxtisar aparanda da yukarıda ne kalacak? 213 kalacak. Bu da ne demektir? 8192 demek. Yani 8192 defa yerleşecek. Sonra 54, 55, 56 7. Deməli 54-cü sual. Deyir faylın ötürmə sürəti bu qədər bitdi. 5 saniyəyə neçə kilobayt ötürürlər? Yəni 1 saniyə ötürülən, bunu biraz sadələşdirək. 1024 vurulsun 1000 kimi yazaq. Yəni 1000 vurulsun 1024 210 bit ötürülür. Onda 5 saniyə nə qədər ötürürlər? Bunu tapaq. Buradan da x nəyə bərabərdir? 5000 vurulsun 210 bit. Sadəcə fikir versən cavabı kilobaytla istəyir. Kilobaytla istədiyi üçün nə edəcəksən? 213'e böləcəksən. Aşağıda qalacaq 8. Bunları da ixtisar aparacaqsan. Bu da eləyəcək 625. Yəni bebəndi. Sonra 55-ci sualda qəşəng sualdır. Bax, deyir ki, ASCII-də yazılmış mətnin həcmi 1,69 megabaytdır. Deyir ki, bunun həcmi 1,44 megabayt olan disklərə köçürülürlər. Önce bu faylın 1,44 megabaytını birinci diske köçürülür. Çünkü diskin tutumu bu kadar. Artık disk doldu. Faylın ne kadar kaldı? 1,69'dan 1,44 çıxanda 0,25 megabayt kaldı. Yani bu ise geride kalıp ikinci diske köçürülür. Deyip birinci diskin tam dolduğunu nəzərə alaraq ikinci diske köçürülmüş simvolların sayını tapın. Yani işimiz neyləndir? Bu ikinci diskəndir. İkinci diskin həcmi 0,25 megabaytdır. Bir simvolun həcmi də ASCII-dir. Nə olacaq? 1 bayt. İndi sənə neçə dənə simvol lazımdır? Onu tapacaqsan. Simvol sayını bilmirəm diskdə. Bir simvolun həcmi 1 baytdır. Ümumi həcmdə ikinci diskdə 0,25 megabaytdır. Buradan tək işin x-i tapmaq olacaq. Onun üçün də nə edəcəksən? Megabaytı bayta çevirəcəksən. 0,25 4'te 1 deməkdir. Megabaytdan bayta keçmək üçün də 220'ye vurursan. Bu da nə qalacaq? 218. Deməli 218 dənə simvol var ikinci diskin içində. Sonra 56 57 sual. Deyir printer 1 saniyədə 2 kilobayt informasiya çap edir. Deyir ümumi 200 səhifə var.
Səhifə sayı ilə bil 200-dür. Hər səhifədə 24 dənə sətir var. Hər sətirdə də 128 dənə simvol var. Onda belə çıxır ki, biz buradan mətnin həcmini tapa bilərik. 200 vurulsun 24, vurulsun 128 də olsun 207 bayt. Deyir ki, printerin çap sürəti nə qədərdir? 1 saniyədə 2 kilobaytdır. Deyir ki, bu mətni neçə dəqiqəyə çap edir? Ona görə bu mətni öncə baytı kilobayta çevirin, 200 ona bölün. Aşağıda 8 qalır. 8-dən də 24 çıxsar gedəndə 3 qalır. 3-ü də 200-ə vursam 600 kilobayt edir. Yine mənim printerim 1 saniyədə 2 kilobayt çap edir. Ona neçə saniyəyə? Həmin bu 600 kilobaytı çap edər, onu tapıram. Bunun x nəyə bərabər olacaq? 300 saniyəyə. Sadəcə diqqət eləsəniz cavabı dəqiqə ilə istəyir. Saniyədən dəqiqə keçmək üçün də 60-a bölünsək, neçə eləyəcək? 5 dəqiqə. Yəni 5 dəqiqə vaxt sərf edəcək prosesə. Sonra 57 görsən yine əlifba faydası var. Bax, əlifba sözünü görəndə görsən heç düşünmədən 200-dən yazıram. Buradan da alınır ki, n 11'dir. Artıq nə edirəm? Gedirəm əlifba sözünü silirəm. Yəni burada bir simvol 11'dir olsun. Deyir ki, mətn 3072 simvoldan ibarətdir. Hər simvolun həcmi də neçə bitdir? 10 bitdir əlifbaya əsasən. Bu bir dənə mətnin həcmidir. Deyir neçə dənə belə mətnin həcmini tap 64. Ona görə bu cavabı da 64'e vurursam. Sadələşdirərəm. 3073 vurulsun 210'dur. 10 ilə 2 vurulsun 5 kimi yazarım. 64 də 206 kimi yazarım. Bu da eləyəcək 15 vurulsun 217 bit. Cavabı da kilobayta çevirək 213'e bölək. Yuxarıda qalır ixtisar gedəndə 217'ni 213'e böləndə 204 qalır. Bu da nə deməkdir? 16 demək. Həmin bu 16'nı da 15'e vursan eləyir 240 kilobayt. Yəni cavabımız B bəndi olacaq. Sonra yoldaşlar 59-cu sual dedi. Bax, printer saniyədə 0,5 kilobayt informasiyanı çap edir. 1 saniyəyə 0,5 kilobayt. Və nə qədər vaxt sərf edir çapa? 2 dəqiqə. 2 dəqiqə nə demək idi? 120 saniyə deməkdir. 120 saniyədə də x qəbul edir. Bu zaman x nə olacaq? 60 kilobayt. Yəni daxil edilən, daha doğrusu çap edilən informasiya 60 kilobaytdır. Həm də bu mətn olduğu üçün bu tapdığım mətnin həcmidir. Deyir, mətn neçə səhifədən ibarətdir? Səhifə sayını bilmirəm. Hər səhifədə neçə sətir var? 32 dənə. Hər sətirdə 64 dənə simvol var. Və əlifbadan bəhs edilmədiyi üçün bir simvol 1 baytdır. Ümumi həcmdə nə oldu? 60 kilobayt. Buradan bilən səhifə sayını tapacağım. Onun üçün də kilobaytı bayta çevirirəm, 200'dən vuraraq. Daha sonra da bölürəm. 200'ü 11'e. Aşağıda 2 qalacaq. 60'ı da 2'ye bölsəm, eləyir 30 səhifə. Yəni A bəndi. İndi keçək 60-70 arası suallara. Baxıram, qeyd eləmişsiniz. 65, 69, 70, 61 də var. Deyək Şəbnəm, siz işıqfora yaxınlaşdınız, yaşıl işıq yandı. Daha sonra isə qırmızı işıq yandı. Düzdürmü? Sən neçə müxtəlif rəng gördün Şəbnəm? 2 müxtəlif rəng gördün. Biz də müxtəlif vəziyyətlər nə ilə işarə edirik? 200'dən. 200'dən 2'yə bərabər oldu. Onda hər rəng sənə neçə bit informasiya verər? Hərəsi? 1 bit informasiya verəcək. Para düşdüm mənimə, çox sağ olun. Başdı sənə sağ ol. Sonra 65-ci suala baxıram. Aha, adi informasiyanın həcmi. Adi informasiyanın həcmi üçün sənə 4 dənə parametr lazımdır. Birincisi tezlik, hertz. Bu 44 kilohertz yazı. Bu K nə deməkdir hesablamada? 1000 deməkdir. Vurulsun, tərtib bitlə olandır.
Yəni 16 204 bit. Sonra davam etmə müddəti 16 saniyədir. 204. Kanal sayı verilməyibsə, deməli 1 il. Bu 4 parametrin hasil sizə aid informasiyanın ümumi həcmini verir. 44 vurulsun 1000 vurulsun 208 bit. Sadəcə cavabı fikir versəz kilobaytdan istəyir. Ona görə bitdən kilobayta keçmək üçün 213-ə bölürəm. Qalır aşağıda 205, yəni 32. 32 ilə 44-ü 4-ə ixtisar aparsam, burada 11, burada isə 8 qalır. 8-dən də 1000 ixtisar gedəndə 125 qalır. Qalır 11 vurulsun 125, o da 1375 ilə. Beləcə tapılır. Sonra 62. Deyir ki, şəhər sakininin 32 mərtəbəli binanın 15-ci mərtəbəsində yaşayır. Yəni, ümumi binada mərtəbə sayı, yəni müxtəlif vəziyyət sayı 32 dənədir. Onda hər mərtəbə sənə neçə bit informasiya verir? 5 bit. Fərqi yoxdur, 15-ci mərtəbə və digər mərtəbələr hərəsi bizə 5 bit informasiya verəcək. Sonra 65. 16 saniyəlik, bunu izahlədim mən. Sonra 60, sonra 67, 69. Hə, deyir ki, Müəllimə 32-də 67 səhv eləmişəm. Mən düz eləmişəm, sadəcə səhv qeyd eləmişəm. Düzdür, yəni ehtiyac yoxdur. tamam Şəbnəm. Onlara 69, 70 izahlayın. O 32 saniyəlik aid informasiya. Yəni, bax, təzyiq verilib 44 kHz. 44 vurulsun deməli 1000. Vurulsun da tərtib bit olanda 204 bitdir. Davam etmə müddəti 32 saniyədir, yəni 205-dir. Yenə kanal sayı haqqında məlumat verilmir deyə bir qəbul ediləcək. Bu deyir 44 vurulsun 1000 vurulsun 209 bit. Bunu da kilobayta çevirmək üçün 200-ü 13-ə bölürəm. Qalır burada nə? 204 yəni 16. 4-ə ixtisar aparanda aşağıda 4, yuxarıda 11 qalır. 4 dənə 100 ixtisar aparsam, 1000 ixtisar aparsam 250. Yəni 11 də 250-yə vuracaqsan, o da eləyəcək 2750 kilobayt. Yəni debəndə. Sonra 70-ci sual. 70-ci sualda yüksək keyfiyyət sözünü işlədir. Yüksək keyfiyyətli audio informasiyanın tərtibini və tezliyini əzbərdən bilməlisən ki, tərtibi 16 bitdir. Tezliyi isə 44 kHz-dir. Və stereo sözü isə 2 kanallı deməkdir. Əlində olan bu məlumatlarla sən aid informasiyanın həcmini tapırsan. Tezlik 44 kHz-dir, yəni 44 vurulsun 1000-dir. Tərtib 16 bitdir, yəni 204 bitdir. Davam etmə müddəti 16 saniyədir, yəni 204 saniyədir və kanal sayı da 2-dir. Stereodur deyə. Bunlar bir-birinə vurursan. Nedir? 44 vurulsun 1000, vurulsun 209 bit. Və kilobayta çevirmək üçün 213-ə bölürsən. Aşağıda 16 qalır. Və də eyni ixtisar edəndə eyni 2750 kilobayt edir. Sonra 80-ə qədər 73, 79 və 80. Deməli, ikilik sayı stilindən domaltılığa keçid üçün öncə ədədimizin rəqəmlərini sayaraq sağdan sola doğru 4-4 ayırırıq. Soldakı rəqəm sağlığında 4-ü tamamlayacaq qədər sıfır artıra bilərsən. Sonra uyğun olaraq hər 4 rəqəm üstünə 8, 4, 2, 1, 8, 4, 2, 1 yazılır. Və alt-alta vurub toplayıram. Burada 1, burada isə 11 alınır. 11 də hansı rəqəmdir? Bir rəqəmidir. Olacaq deməli cavabımız 1-dir.
Sonra 79. 16'lık say sistemində verilmiş D7 ədədi ikilik say sistemində nəyə bərabərdir? Sayda yolu belə bir cədvəl qur, üstünə 8, 4, 2, 1 yaz. Rəqəmlərin də D7-dir. D hansı rəqəmdir? 13-dür. 13 almaq üçün buradakı hansı rəqəmlər toplansa, yəni 8, 4, 2, 1-dən 8-in, 4-ün və 1-in cəmi 13 edir. Ona görə onların altına 1 istifadə etmədiyim rəqəmin altına 0 yazıram. 7-lər olsun, sənə 4, 2, 1 lazımdır. Onların altına 1 lazım olmayana 0 yazıram. Nəticədə alıram D-nin yerində 1, 1, 0, 1, 7-nin yerində 0, 1, 1, 1. Belə bir ədəd alıram və cavabda onu axtarıram. Verəlim. Sonra 80-ci sual. Deməli, ədədimiz budur. Bunun altılıq say sisteminə çevirməliyik. Ona görə bu ədədi sağdan sola doğru 4-4 ayırıram. Və uyğun olaraq hər 4 rəqəm üstünə 8, 4, 2, 1 yazıram. Alt-alta vurub toplayıram. Burada eləyəcək 6, burada da eləyəcək 10. 10 da hansı rəqəmdir? A rəqəmidir. Alınacaq, deməli 6A. Sonra 89. Deməli, ikilik say sistemində verilən ədədimiz budur. Burada kompüterin yaddaşında neçə bit yer tutur? İkilik say sistemində hər rəqəm 1 bit yer tutur. Ədəd 5 rəqəmli ədədsə 5 bit yer tutur. Sonra 100-ə qədər sual var, uşaqlar. 87. Deməli, baxaq 87-yə. Deyir, onluq say sistemindəki 23 ədədi 16-lıq say sistemində nəyə bərabərdir? Onun üçün də qollu bölməklə 23-ü bölürsən 16-ya. 1 qalıqda nə qalır? 7. Sonun əvvələ doğru yazılır. O da nədir? 17-dir. Yəni devrəm. Sonra 100-ə qədər sual var. Yüzə qədər. Belə 100. Küstü en ikilik say sistemindəki yazılışından sıfırların say bilərsən. Bir də küstü en şəklində yazılmış ədədin ikiliyə çevirəndə bir dənə 1, arxasına n dənə 0 yazılır. Yəni qısası bir dənə 1 var, n dənə 0 var. Deyir, sıfırların say bilərsən sayından neçə dəfə çoxdur? Yəni n bölünsün 1. O da elə nədir? N dəfə. Yəni A bənd olacaq. Bunu bir də izah eləyin zəhmət olmasa. Bu müstədik və 100-ü deyirsiniz. Bəli, məndə də o səhv idi. Bax, nümunə göstər. Məsələn, 205 ədədidir onluq say sistemində. Bunu ikiliyə çevirəndə necə çevirdik? Bir dənə 1, arxasından qüvvət qədər 5 dənə 0 yazırdınız, düzdürmü? Bəli. Bu yazılışda 5 dənə 0, 1 dənə 1 var. İndi sıfırların sayı birlərin sayından neçə dəfə çoxdur deyəndə 5-i 1-ə bölürdünüz, 5 qalır. İndi burada da n-lə verir. Ədəd 200-dür n. Bunu ikiliyə çevirəndə bir dənə 1, n dənə 0 yazılacaq, düzdürmü? Bəli. Deyir ki, neçə dəfə çoxdur? Yəni sıfırların sayı n-dir, birlərin sayı 1-dir. Dəfə deyəndə n-i 1-ə böləcəksiniz. Nə qalır elə? N dəfə. Yəni sıfırların Başa sayı düşdüm. birlərin sayından n dəfə daha çox. Bildim, təşəkkürlər. Başdı, buyurun. Müəllim Sonra 90 da müəllim 90-dan baxa bilərik. Təbii ki, baxa bilərik İlahə. Buyur, baxıram. Deməli, İlahə deyir ki, onluq say sistemindəki 32 ədədinin ikilik say sistemində yazılışındakı sıfırların sayı sayından neçə vahid azdır? Bax, İlahə, elə bu düstura gəlir. 32 küstü 5 deməkdir, düzdürmü?
İki qüvvət şəklində olan ədədi onun ikiliyə çevirəndə bir dənə 1, arxasında qüvvət üstü qədər, yəni 5 dənə 0 yazacaqsan. Bir sıfırların sayı birlərin sayı sıfırların sayından neçə dəfə azdır? Yəni 1 5-dən neçə dəfə yox, vahid deyirsə çıxırıq. 5-dən biri çıxanda neçə eləyir? 4. Yəni 4 vahid daha azdır. Sonra 107, 101, 102, 107. Ən böyük ədəddir. Ümumiyyətlə, onluq say sistemində necə müqayisə edilirsə, digər say sistemlərində də eyni qaydadır. Yəni, rəqəm sayı hamısında eynidir. Ona görə soldan sağa müqayisə edirik. Solda ən çox 1 olan Y bəndidir də. Yəni, bu daha böyükdür. 102-də də vahid sözünü işlədir. 200 n ədədini ikiliyə çevirəndə bir dənə 1, n dənə 0 yazılır. Dəfə deyəndə bölür, indi vahid deyil. Ona görə n-dən 1-i çıxırıq. Yəni, n çıxılsın 1 vahid. Sonra 107, 111. Bu 102 tipdə düşüb heç imtahana yoxsa? Düşməyib eynisi, amma düşə bilər nəzər salıb. 103'e de bakardık aslında. Azər neçə dedin? 103, 103. Tamam. Onluq say sistemində verilmiş rəqəmlər fərqli ən böyük rəqəm nədir? 987-dir, düzdürmü? Ən böyük 9, sonra 8, sonra 7. Müxtəlif deyir deyə fərqli götürür. Bu deyir yaddaşda nə qədər yer tutur? Onluq ədədin həcmi necə tapılırdı? Həmin ədəddən böyük, həmin ədədə ən yaxın 2-nin qüvvət şəklində göstərilən ədədi tapıram. Bu da 24. Hansı dərəcədəndir? 2-nin hansı dərəcəsidir? 10. Həmin 10 bit ədədin həcmini göstərir. Yəni, B bəndi. Bu qaydada tapılır. Sonra 111-ci sual. Deyir ki, 259 ədədi ikilik say sistemində çevriləndə, yəni bunu ikilik say sistemində çevirir. Qüvvət qaydasından parçalayıram. 259-a yaxın 2-nin qüvvəti 256-dır. Yerdə 3 qaldı. 3-ə yaxın 2-nin qüvvəti 2-dir. Yerdə də 1 qaldı. Bu deyilir 2 üstü 8, üstə gəlsin 2 üstü 1, üstə gəlsin 2 üstü 0. Ən böyük qüvvət, yəni 8-dən 0-a doğru nömrələyirəm. İştirak edən qüvvətlərin, yəni 8-in, 1-in və 0-ın altına 1 yazıram. Yəni burada iştirak edən qüvvətlərin. Yerdə qalan iştirak etməyən qüvvətlərin isə altına 0 yazıram. Burada neçə dənə 0 görürsən? 6 dənə 0 var. 3 dənə də 1 var. İndi də sıfırların sayı birlərin sayından neçə dəfə çoxdur? Ona görə altını 3-ə bölürəm. Bu da neçədir? 2. Yəni 2 dəfə daha çoxdur. Müəllim 106-ya da baxaq da. Tamam. Deyir ki, sinifdə bu qədər qız, bu qədər də oğlan var. Deyir, neçə şagird var? İndi onluq say sistemini istəyir. Yəni ikisi də onluğa gətirirəm. Bu deyir 2 üstü 3, sıfırları atar. Üstə gəlsin 2 üstü 1. Yəni 8 üstə gəlsin 2, 10. Bu isə yenə eyni qayda ilə çevirirsən. 2 üstü 3, üstə gəlsin 2 üstü 2. Yəni 8 plus 4, 12. 12 nəfər də oğlan var. Ümumi sayı da tapmaq üçün cəmləyirsən olur 22. Yəni təfərim. Sonra 118 qeyd etmişsiniz. 118-ə qədər sualınız var. 111. 111. Deməli, ədədimiz nədir? X əsasdan 34. Nəyə bərabərdir? Onluq say sistemində 25-ə. Deyir, X-i tapın. Biz bu tipli sualların həll yolunu necə izah edirik? Deyirdik, mütləq onluğa gətirmək lazımdır. Onluğa gətirmək üçün də gedişat necə idi? Öncə verilən ədəd fərqi yoxdan say sistemində olur olsun. Sağdan sola doğru sıfırdan başlayaraq nömrələnir. Sonra uyğun olaraq hər rəqəm vurulurdu əsasa. İndi mən əsasımı bilmirəm, X yazıram ona görə. 3 vurulsun X üstü 1, üzərinə gəlsin 4 vurulsun X üstü 0. Bunu sadələşdirsəm alınır 3x plus 4. Yəni 34-ün yerinə 3x plus 4 yazıram.
Bərabərliyin sağı onluq say sistemindədir. Çevirməyimə ehtiyac qalmır. Elə olduğu kimi qalır. 3x bərabər 21, x də nəyə bərabər olacaq? 7. Deməli, 7'li say sistemindəyim. Sonra 113-cü sual. Bu açılış bizə nəyi xatırladır? Onluqdan ikiliyə keçəndə öncədə də bu şəkildə 2'nin qüvvətləri cəm şəklində yazırdı. Sonra ən böyük qüvvətdən sıfıra doğru nömrəliydik. İştirak edən qüvvətlərin nömrələrinin altına nə yazırdıq? 1. İştirak etməyən qüvvətlərin nömrələrinin altına isə nə yazırıq? 0. Bu qaydada ikili yada dalırıq. 16'lıq say sisteminə çevirməyimizi istəyir. Ona görə sağdan sola doğru 4 ayırıb 16'lıq say sisteminə çeviririk. Solda alınır 4, sağda da alınır 14. 14 də hansı rəqəmdir 16'lıq say sistemində? Y rəqəmidir. Deməli, ədədimiz nə imiş? 4 yermiş. Yəni cəbəndi. Sonra 118'e qədər başqa sual var. Yoxsa keçirəm 118'e. İkilik say sistemində sistemin ən kiçik 5 rəqəmi nədədir? Deməli, 1 arxasında da 4 dənə 0 imiş. Ən kiçik olması üçün bu şəkildə yazılır. Ədədi ilə 16'lıq say sisteminin ən böyük rəqəmi nədədir? 16'lığın ən böyük rəqəmi f-dirsə, ən böyük rəqəmi nədədir də məlum məsələdir ki, nədir? F-dir. Bu ədədlərin cəmini onluqda tapın. Ona görə bunları ayrı-ayrıqda onluq say sisteminə çevirin. 0, 1, 2, 3, 4. Bu da eləyir 2 üstü 4, yəni 16. Eyni qayda ilə bunu da çevirin. Bu da eləyir 15 plus 15 vurulsun 16. Üzərinə gəlsin 15 vurulsun 16 üstü 0. Burada neçə eləyəcək? 255. Bunları da cəmləyirsiniz. 255'dən 16'nı. O da eləyəcək 271. Bu qaydada cəmlənir, çıxır gedir. Sonra 119. Onluq say sisteminin ən kiçik 3 rəqəmi nədədir? 100. 16'lıq say sisteminin ən kiçik 2 rəqəmi nədədirsə 1, 0, yəni 10. Cəmini onluqda təsvir edin. Yenə onluğa çevirirəm. Sağdan sola doğru nömrələdim. Bura eləyir 16. Bu da eləyir 13 onluqdaydı. Bunu da cəmləyəndə eləyir 116. Onluq say sistemində. Sonra başqa sualınız qaldı uşaqlar? 120'ye de bakarız da zahmet olmasa. Səyyad, bax, ikilik vahid elə bit deməkdir. Mənası bit demək. Deyir ki, 10 bitlə maksimum neçə ədəd kodlaşdırıla bilər? N bitlə maksimum neçə vəziyyət kodlaşdırılır səyyad? 200 dənə. Yəni 210 dənə. Bu da nə deməkdir? 1024 deməkdir. Sonra yoxdur salınız. Xeyr müəllimə. Tamam. Uşaqlar, gələn dərsə kompüterin texniki təminatı mövzusunu öyrənirsiniz. Öyrənməyiniz üçün video qeyd atacağım. Bir də səs qeydləri də atacağım. Səs qeydləri daha qısadır. Yəni təkrar eləmək istəyənlər üçün, siz öyrənmək üçün daha əlverişlidir. Amma əgər ilk dəfə öyrənirsinizsə istifadə etməyin. Əsas dərsi öyrənin. Söhbət birinci dərsdən bazası olanlardan gedir, birinci cəhdə. O şəkildə səs qeydlərinə baxa bilərsiniz. Sonra gələcəkdə təkrarda da dinləyə bilərsiniz. Yəni vaxtınız olduqca qoyun qulaqçığı qulağınıza dinləyin o şəkildə. Ondan sonra testlərini də işləyirsiniz. Cəmi 100 dənə testi var ikinci mövzunun bitirirsiniz. İnşallah hazırlıqlı gəlin dərsə. Oldu mu? Gecəniz xeyrə qalsın. Özünüzə yaxşı baxın. Sağ olun müəllim. Sağ olun. Sağ olun. Təşəkkürlər Mələkə xanım. Çox sağ olun. Siz sağ olun. Xoş Sağ olun geldiniz. müəllim. Sağ Bir də olun. üzr istəyirəm. Bu mövzunu da yeni keçdiyinizin də testlərini atacaqsınız da təbii ki. Bəli, atacağım. Hə, minnətdaram. Oldu. Çox sağ olun. Gecəniz xeyir. Buyurun, sağ olun. Sağ olun, sağ olun.